Herkese salam, əziz izləyicilər. Bugün sizinlə ətri evə sığmayacaq, ləzzəti möhtəşəm bir armud mürəbbəsi hazırlayırıq. İlk olaraq armudların rənginin qaralmaması üçün, beyaz qalması üçün bir qaba 2 litr su və 1 çay qaşığı limon duzu tökürük. Mən ümumilikdə 4 kiloqram armud götürdüm. Qabıqlarını soyub təmizlədikdən sonra təmiz çəkisi 2 kilo 700 qram oldu. Doğranmış armudları dərhal limonlu suya tökürük ki, rəngləri qızarmasın. İndi isə keçirik şərbətin hazırlanmasına. Qazana 3 stəkan su və 2 kilo 700 qram şəkər tozu əlavə edib ocaqda şərbət hazırlayırıq. Sonra hazırladığımız armudları bir-bir çəngəlləyərək qaynayan şərbətin üzərinə əlavə edirik. Armudları şərbətdə təxminən 10-15 dəqiqə qaynatdıqdan sonra ocaqdan götürüb tamamilə soyumağa qoyuruq. Mürəbbəni tam soyuduqdan sonra yenidən ocağın üzərinə qoyuruq və odda 30 dəqiqə bişirməyə davam edirik. Mürəbbənin hazır olub olmadığını yoxlamaq üçün isə başqaba bir qədər şərbət damcılatmaq kifayətdir. Əgər damcı dağılmırsa, damcılar bir-birinə tez qarışmırsa, demək ki, armud mürəbbəsi artıq tam hazır vəziyyətə gəlmişdir. Hazırlayacaq hər kəsə indidən nuş olsun. Videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Hələlik.